Herkese salamlar. Bugünkü videomuzda akvaryumlarımızda yetişebilecek 5 bitki hakkında danışacağıq. İndi isə gəlin videomuza keçid edək. İlk bitkimiz Elodea bitkisidir. 15 dərəcədən 28 dərəcəyə qədər su aralığında yaşaya bilir. 6.5 və 7.5 pH dərəcə aralığında bəslənə bilər. Bununla yanaşı CO2 tələbatı da minimum dərəcədədir. Yəni CO2 aparatına ehtiyacınız yoxdur. Işıq olaraq da minimum 500 lüks istəyir. Maksimumu da siz qərar verə bilərsiniz. Ətrafdan sürgün verərək artır və sürgünləri müəyyən bir boya çatdıqdan sonra ana gövdədən ayrılıb su üstünə buraxılır və yaxud da torpağa əkilir. İndi isə tilki quyruğu bitkisindən söhbət eləyək. 10 dərəcədən 28 dərəcəyə qədər su aralığında asanlıqla yaşaya bilir. 6 pH-dan 8 pH-a qədər də bəslənə bilir. Bununla yanaşı akvaryumdakı bütün amonyağı əmərək yosunlanmanın qarşısını alır. CO2 tələbatı minimum səviyyədədir, yəni CO2 sisteminə ehtiyac yoxdur. Bununla yanaşı tilki quyruğu bitkisi orta və yüksək dərəcə işıq istəyən bir bitkidir. Yəni minimum 1000 lüks və üstü işıqlar tələb eləyir, aşağı lüksdə çürüməyə başlayır. Görünüş olaraq bir çox bitkidən qat-bəqat gözəldir. Akvaryumlarınızda bəsləməyinizi tövsiyə edirəm. Bir digər bitkimiz isə Anibiasdır. Anibias bitkisi 22 ilə 28 su dərəcə aralığında bəslənilməsi tövsiyə edilir. 6 ilə də 8 pH dərəcə aralığında yaşar, yəni 0.6 ilə 0.8 pH dərəcə aralığında yaşayır. Bununla yanaşı CO2 tələb eləməyən bir bitkidir. Torpağa əkilmir, qayaların köklərinin üzərinə bərkidilərək yetişdirilir. Işıq olmayan akvaryumlarda belə asanlıqla böyüyə bilir. 500 lüks Anibias bitkisi üçün yetərli olacaqdır. İndi isə Cryptocorin bitkisi haqqında danışaq. 20 ilə 28 su temperatur dərəcə aralığında bəslənə bilər. pH dərəcə aralığı Anibias ilə eynidir. Cryptocorin bitkisi Anibiasdan fərqli olaraq torpaq tələb edən bir bitkidir və kök ilə sürgünlər ataraq çoxalan bir bitkidir. Cryptocorin bitkisinin də CO2-yə ehtiyacı yoxdur. Ümumiyyətlə bu videodakı heç bir bitkinin CO2-yə ehtiyacı yoxdur. Zəif işıqda belə asanlıqla böyüyür, 500 lüksdə belə yarpaq açıb inkişaf etdiyini görmüşəm. İndi isə Devsaz bitkisi haqqında danışaq. Devsaz bitkisi 20 ilə 28 su temperaturu aralığında bəslənə bilər. Bununla yanaşı Devsaz bitkisi 6.5-8.0 pH dərəcə aralığında bəslənə bilər. Saz bitkisi kök qismindən sürgünlər verərək artır. Bu səbəbdən torpaq tələb edən bir bitkidir. Qidasını torpaqdan alır. Işıq olaraq da orta və yüksək işıq istəyir. Yəni 1000 lüksdən yuxarı işıqlarda asanlıqla böyüdüyünü gözləmləmişəm. 1000 lüksdən yuxarı işıqlarda asanlıqla bəsləyə bilərsiniz. Videomu izlədiyiniz üçün təşəkkürlər. Gələcək videolarda görüşmək ümidi ilə.